Bir müddətdir ki, Biləsuvardan Bakı istiqamətində sərnişin daşımada qiymət artımı müşahidə olunur. Yerli sakinlərin sözlərinə görə süni qiymət artımını yaradaraq ondan faydalanan mikroavtobus sürücüləridir. Belə ki, Bakıya gedən hər bir sərnişindən yol pulu olaraq 5 manat alınır ki, bu da Tarif Şurası tərəfindən nəzərdə tutulan miqdardan 2 manat 10 qəpik çoxdur. Əksər hallarda isə sürücülər bunu avtovağzal rəsmilərindən gizlətmək üçün biletdən də istifadə etmirlər. Maraqlıdır ki, sərnişinlərin əksəriyyəti qiymətlərin uzun müddətdir ki, süni şəkildə şişirdilməsindən xəbərsiz olublar. Əvvəl 5 manata gedirdi, biletsiz gedirdik. Əslində 5 manatın standart qiymət olduğunu bilirdik. Amma ki, hal-hazırda yəni indi deyilən məlumatlara görə standart qiymət 3 manat imiş. Amma biz 5 manata gedirdik. Niyə tələb eləmirdiniz o saatda? Mən 5 manat olduğunu bilirdim. Yəni standart qiymətin 5 manat olduğunu bilirdim onun üçün. Eyni vəziyyət Biləsuvardan digər cənub rayonlarına hərəkət edən sərnişin daşımasında da müşahidə olunur. Neçə gedirsiniz? 1 manata Cəlilabad. Bilet varızdı? Yox. Bileti göstərən zəhmət olmaz. Yox. Niyə almamısınız bilet? Bilinmir. Bir neçə vətəndaşın müraciəti əsasında ərazidə reyd keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları mövcud neqativ halı araşdırıb müvafiq tədbirlər görüblər. Müəyyənləşdirdik ki, Biləsuvardan Bakıya 2 manat 91 qəpik olduğu halda vətəndaşlardan indiyə qədər 5 manat rüsum alınmış və bu da ki, süni öz başına qiymət artımı deməkdir. Biz bunu yerində araşdırdıq və vətəndaşlar biletlə təmin olundu və bundan sonra hər bir sərnişin Bakıya Biləsuvardan hərəkət etdiyi zaman bilet alıb buradan mikroavtobusa əyləşib getməlidir. Ümumilikdə aparılan reyd zamanı 6 sürücü barəsində inzibati protokol tərtib olunub, analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub. Gültəkin Əliyeva, Rəhman Məlikov, Dünya TV.